Bugün sizə kəşf etmiş olduğum yeni riyaziyyat fizika üçün istifadə olunacaq kalkulus sistemini göstərəcəm. Bu kalkulus sistemi istifadəsi bütün sonlu sistemlər üçün, yəni hər hansı bir funksiyanın başlanğıc və son nöqtəsi varsa, yəni harasa bir limitlənirsə, bu funksiya üçün istifadə olunacaq yeni formul Babayev kalkulus sistemidir. İndi bu formulda dediyim kimi, əgər xm'iniz varsa, bir nöqtədə xm varsa, elə deməyim, yəni kainatda baş verən bütün hansısa izah etmək istəyirsinizsə, burada istifadə edə bilərsiniz. İstədiyiniz yerdə istifadə edə bilərsiniz. Və bu Newtonun tapdığı integral formullarından, yəni istifadə etdiyi bütün o xətti integralların hamısının yerində əvəz oluna bilər. Niyə əvəz oluna bilər? Çünki əgər biz bir şeyi kainata hesablamaq üçün istifadə ediriksə, onun içərisində bu mütləq olar. Yəni əgər bu istəyir, bu yaddaş problemi olan kəsirli teorem olsun, istəyir kəsirsiz teorem olsun, fərq edir. Fractional calculus or partial differential. İndi bu sistem üçün yeni yazılmış olan integralı tək-tək göstərək. Bilirik ki, universitetlərdə relativistik fizika və ya da klassik fizika öyrənmək üçün nə öyrənmək lazımdır? Klassik fizika üçün də çoxlu böyük integrallar, yenə əslində istifadə edəcək, yəni o qədər deməyim. Amma relativistik fizikada bir enerji formulu çıxarmaq üçün istifadə olunan Lagrange'dir, sonra variasiya prinsipidir, tenzorlardır, matrixlərdir, sonra vektorlardır, bükülmələr qatlarıdır falan filan dərkən bir də bax görürük ki, bütün riyaziyyat üstümüzə gəlib dayanıb. İndi bunu həll etmək üçün nə etmək lazımdır? Mənim də kəşf etdiyim, yəni yazmış olduğum yeni kalkulus sistemi bunların hamısını tək-tək izah edir. Nədir bu kalkulus sisteminin əsas fərqləndirən cəhətləri? Deyək ki, bir dənə üçbucaq çəkmiş olduq və bu üçbucağı çəkdiyimizdə fx funksiyası yad veririk. Bu x funksiyası x-dən asılı olmasa və ya olsa deyək ki, bu öndəki hissənin kosinüsə böldüyümüzdə, kosinüs böldüyümüz üçün də bir hissəni necə deyim, yəni bir hissə kompleks müstəvidədir, kompleks müstəvi, bir tərəfdə real müstəvi və biz bu aradakı bu hissəni tapırıq. Biz realı ölçərək buranı tapmağa çalışırıq və buranı tapdığımız zaman bu belə çıxır və bu yuxarı hissə x-ə bağlı, aşağı mütləq 0 olmalıdır. Göstərdən dəyişsən olar bə. İndi bu sistemdə biz x nəyə bağlıdır, k nəyə bağlıdırsa, yəni yuxarıda, həmən o son sərhəd buradadır. Və bu aşağıdakı hissəyə biz qama deyirik, 1 / hissəyə. İndi əgər biz bu yuxarıdakı fk funksiyası da özü bükülən, özü dəyişən bir funksiya olsa nə olur? O zaman bu da büküləcək. Dəyişdikcə bükülür, hara kimi, içəridə bir qamma kimi, burada bir fi kimi, sabit bir rəqəm, sabit bir ədəd gələnə kimi. Ona kimi bütün bükülmələr burada qeyd olunur. Və bu bükülmə əmsalımız əgər 1-ə getsə, yəni sabit olsa nə olar? O zaman bu da 1, içəridə bir dəyişmir. Yəni bu integral formata düşür, o da nəhayət bu formata qayıdır. Bəs əgər biz bunun 2 dəfə integrallamanı göstərsəydik və içərisinə 0 qoysaydıq, bu hissə alınır, 2 dəfə integral alınır, dalbadal və m(v) = 2, bu da nəsə xatırladır mənə. Bir dəqiqə fikirləşək, nə idi o? Kinetik enerji. İndi törəmə formulu üçün isə hər hansı bir fx funksiyasını n dəfə törədib, bu n sonsuz dəfə də ola bilər. Bir dənə fi alırıq, yəni sabit yuxarıdakı bu sabiti alırıq. Bu gördüyünüz beta işarətdir, yəni törəmənin işarəsidir. İndi bu nə tərəf tapırıq bə? Məsələn desək ki, fx x falan olsa, bunu tapmaq üçün yenə başlayırıq n0 buradan, tək-tək yeni integrallıya o hissəyə gəlib çatır. İndi deyək ki, p-dən bağlı olsun, bu impulsun zaman yox. Həmişə adları qarışdırıram. Velocity, sürətə olan nisbəti kütləni verir. İndi elektrik nə əlaqə? Eyni gördüm deyə. Enerjinin sürətə görə dəyişməsi p-ni verməlidir. Amma əsl fizikada, indiki keçmiş fizikada belə bir şey var. Enerjinin sürətə görə dəyişməsi və yaxud da ki, impulsun sürətə görə dəyişməsi əvvəlki funksiyanı vermir. Bu da bizi göstərir ki, bunu tapmaq üçün çalışmalıyıq. Amma normalda klassik fizikada nədir? Enerji işin sürətə görə dəyişməsi impulsu və yaxud da ki, impulsun sürətə görə dəyişməsi kütləni verməsi lazımdır ki, vermirdi. Bunu verməsi üçün nə etmək gərəkir? Əlbəttə ki, funksiyanın yenidən baxmaq gərəkir. Qısa yol tapmaq lazımdır. Amma indiki funksiyalar o qədər qarışıqdır ki, bunu etmək mümkün deyil. İndi gəlin deyək ki, bu integralın sərhədi 2 fərqli nöqtədən dəyişir. Bir x0 nöqtəsi, bir də x nöqtəsi. Bunu tapmaq üçün funksiyanı, bu sərhədləri 2 ilə bölürəm. Bir x0, bir də x-ə, 0-a, bir də 0-dan x-ə. Aldım mı bunu? 2 qat integralı parçalayıram, bu integral. Sonra bu aldığım integralı bir götürürəm, bu integralı bir götürürəm. Sonra yerlərinə hərəsindən qamasılar. Gördüyünüz kimi bu hissədən, yəni belə bir integral çəksəm, belə bir sahə olsa, qrafik.
Mesela belə bir burası x0 nöqtə, xn nöqtəsi. Buradan bir nöqtə, buradan bir nöqtə. Mən bura kimi toplayıram, bura kimi toplayır. Sonra bu hissəni çıxıram, bura ortanı alıram. Bəs niyə burada hamısı normalanda belə bir x-ə görə bir x0 oldu? Yuxarıdakı nöqtələri gətirib qoyuram. Yəni hər biri götürdüyümüz bu nöqtələrdə bükülür. Ona görə sərhədləri götürəndə bu bükülmələri nəzərə alıb çıxıram bir-birindən. Bu iki bükülməni bir-birinə götürüb çıxıram. Çünki hər ikisi nöqtədə həm x0-da, həm də x-də bükülür bu. Bu funksiya bükülür. Büküldüyü üçün bunları da çıxmam lazımdır. Nəzərə almaq lazımdır. İkinci olaraq deyək, indi gəlin də impulsu tapaq. İmpuls tapmaq üçün nə varam? Yəni m sabitdir, fikir verin. M burada fi vəzifəsindədir. Bu da d, delta, beta, v. Yəni beta dediyimiz funksiya qabağa qamma çıxarandır. Deməli, qammanı çıxartdıq. MdV klassik fizika, klassik integraldır. MV-ni verir, qamma qabaqda. Tapdıq P-ni. Həqiqətən düzdürmü? Qamma nə idi? Kök altında 1 bölü, yuxarıda V var da, onu fikirləşin. Gördünüz ki, klassikdəki 1 bölü, kök altında 1 minus V qabaq bölü Z kvadrat. Enerjini tapaq. Bu da P, beta, V. Yenə beta qabağa bir dənə çıxarır. P-nin özündə də bir dənə qamma var. Unutmayın, içəri bunu qoydum. Açılışı budur. Bu da klassik yox. Relativistik kinetik enerjidir. Klasik qayıtmaq üçün nə dedik? Dedik ki, klasik qayıtmaq üçün qabaqdakı 1 olacaq, bu da 1 olacaq, füsiyo qayıt. Onda gəlin, mən belə eləyim onda. Gəlin biz bu bükülməyə də bir dənə baxaq. Görürüz, buranı verdi. İndi bu informasiya adlandırılan bu funksiyada integral e-nin v-dən asılılığı yenə edeyim, bura qoyuram. Bu da bükülür bir dəfə. Yenə bükülür və bu funksiya alınır. Və bir şeyə fikir versəniz ki, əgər mən bu integral 0-dan 1-ə etsəydim, buradan v-dən 0 qoyanda 0, 1 qoyanda 1. Videonu dayandırmamın səbəbi isə içəriyə girdikləri üçün otağa. Tam bitirə bilmirəm, ona görədir. Nə deyirdim? 1 qoysam əgər. 1 yox, 0-dan 1 yox, 0-dan işığa. Başım qatdılar. 0-dan işığa qoysam, burası 0 qoyanda 0 işıq qoysam, işıq buradan işıqdan 1 çıxar. Çünki 1, işıq bölü işıq 1. Aksinüs 1'i pi bölü 2'də. Yəni pi bölü 2 m c kublov 1 informasiya yığılmış olur. Keçək indi zamanın bükülməsinə. Zamanın bükəndə beta integralını alanda yenə qamma çıxır. Burası içəridə 1 var da fi vəzifəsində. Yenə t üssü x, t üssü ştrix və qamma t. Buradan da v bölü t'nin kvadratını, yəni həmin bükülmənin içərisindəki funksiyanı aldım. L üçün də buradan alıram. Bəs gravitasiya potansiyel enerjisi üçün hansı formulu istifadə edirəm? Yenə keçmişdəki formulumuzu çevirirəm öz formulumuza. F beta L. Və burada biraz fərqlilik var. Nədir? F gördüyünüz bu F. Burada fi vəzifəsini vermir. Niyə? Fi sabit olmalıydı. Bu amma sabit deyil. Burada 1 bölü E kvadrat var. Nə idi F? F bərabərdir C, M, kiçik M. Bu zaten bilirsiniz da 7-ci, 8-ci sinifdən. Şimdi budur. Fizikadan bilirsiniz. İndi mən buraya da buraya yazdım. Burada E kvadrat var. Axı bu dəyişir. Onda mən nə aramalıyım? Bəyək biz P dedik ki, P'də nə idi? MV idi. M orada sabit idi deyə tez tapırdı. Deməli mən buradan F'i bu şəkildə yazsam, yəni zamana görə dəyişməsi, impulsu zamana görə dəyişməsi, amma indiki törəməmiz mənim törəməmdəndir. İndi ondan buradan beta R beta T'yə olan nisbəti, birdən V-ni, buradan da beta P. Onda beta P'nin də sərhədindən bu çıxır. Həmən o P kvadrat bölü PM kvadrat, P kvadrat max. Onda buradan sürət, buradan da kosmik sürətdən R bölü R max, R bölü R max kvadrat çıxdı. Niyə qamma artıq çölə çıxartdım. Onda V beta P dediyim şey də elə bu idi. Artıq bu başdakı qammaya çevirdiyim üçün, bu şəkildə saldığım üçün F dəyər alınır. Buradan da zaten bilinir klassik integraldır. Bunu açırsınız, yuxarıdan yazırsınız, füsuyor cavab tutardı. Gəlin aşağıdan bu funksiyada baxaq. Aha, bu nədir? Bu əslində bu integral nədir? Bu integral əslində bu törəmə formulu və yaxşı ilə fi 0. Bu fi 0 deyirəm. Tək-tək integral olmaq üçün dedim. Axı tək-tək törədib integral veririk mənim integralımdan. Buradan istədiyən funksiyaya çata bilərik. Və desək ki, tək-tək integralladıq. 1 gəldik, bu şəkildə saldıq. 2 gəldik. Bu şəkildə saldıq. Yəni bu şəkildə gedir. Axara kimi gedir. Əgər bunu sonsuz dəfə eləsək, seyirlərin hamısı 1 olsa, E üstündə x0, xm, son nöqtə, arc sinus, x bölü xm. Bu nöqtəyə qədər gəlib çıxır. Bu da ki, E üstündə x-in sonlandırılmış vəzifəsidir ki, bu həmişə fizikada bizi saçdırır, həmişə sonsuza gedir, bizi işə salır. Onun üçün də artıq bu sonsuz getməmiş olur bu şəkildə də.
İndi keçək aşağıdan başqa bir funksiyanda fiziki formulun sərhədini tapaq. İndi bu təzyiq üçün P-dir, biz təzyiq də pressure-dır, impulsda da P istifadə edirik. Hamısı yəni P iləndir. İndi burada hündürlükdən asılılığı var, mənfi şəxsədən özündədir. Bu funksiya bu olan kəşf olunmuş bir şeydir zaten. Mən sadəcə kəşf olunmuş bir şey qısa şəkildə yazıram. Bunun bir sərhədi yox idi. Bunun sərhəd tapmaq üçün özüm istifadə edirəm. İndi deyək ki, səviyyət sürmə tənzimliyi hündürlükdən asılı deyil. Yəni o qədər böyük deyil. O zaman bunu integral alanda rho-nun yerinə bunu yazıram. Tamamlayıram bunu. P-ni buradan yazıram və deyirəm ki, P0-ımda P max-in yanında çox kiçikdir. İndi o zaman buradan nə çıxmalıdır? Bu integraldan, yəni burada asılı olmadığı üçün belə bir funksiya çıxır. Bu qammada zaten sərhəd nöqtəmizdə biz artırıq. Qısa şəkildə yazmaqdan ötürü yazmışam. Bunlar hamısı sabit idi. Onun üçün çıxartdıq, dəyişmədi bir şey. O zaman P dediğimiz şey, beraber P0 değil. Karşıdan P0 görmeyin. P0 burada. E üstünde mənfi bu ifadəni gətirib qoyuram üstə. Qutardı. Bu mənfinin də faydalı zaten koymama ihtiyaç yoxdur. İndi keçək elastik qüvvəsini tapıram. Elastiklik qüvvəsi buradan vermişəm. Bunda yeni integral K sabit olduğu üçün qabaqdan gamma çıxır. Eyni bunu da integralını alanda gamma bir tərəfdən, bir dənə də gamma buradan. Bunu da isbatladıq. Bütün hamısını bu şəkildə isbatladıq. Və bunun dediyim kimi çox qısa şəkildə salıb. Bütün hər şeyin sərhəd nöqtəsini tapmaq üçün istifadə olunur. Zaten riyazi olaraq tamdır deyə fiziki olaraq heç bir məhdudiyyət yoxdur. Demək istədim, yəni bu istənilən dediyim kimi bütün fiziki sistemi istənilən fiziki sistem üçün istifadə oluna bilər. Bütün kəşf olunmuş fiziki sistemləri sənədləndirir. Bu qədər bəsit. Növbəti videoda görüşənədək sağ olun.